Salam, hər vaxtınız xeyirli və uğurlu olsun, hörmətli tamaşaçılarımız. Bizim sayada xüsusi buraxılışı ilə efirdədir. Niyə xüsusi? Çünki bugün Dövlət Gömrük Komitəsi əməkdaşlarının peşə bayramıdır. Bizim sayada kollektivi olaraq biz də bu şərəfli peşənin sahiblərini ürəkdən təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq və keçid alırıq xüsusi gündən bağlı hazırladığımız xüsusi sujetlərə. Hər dövlətin onu təmsil edən müəyyən atributları vardır. Gerbi, bayrağı, himni, milli valyutası kimi. Belə toxunulmaz məfhumlardan biri də dövlət sərhədidir. Hər dövlətin sərhəd zolağı müqəddəsdir. Bəli, müqəddəs. Çünki sərhəd basılmaz və tapdanmazdır. Bu özəl gündə sujetlərimizin məhz bu riskli olduğu qədər şərəfli peşə sahibləri olan gömrükçilərə həsr olunması da təsadüfi deyil. Bəli, növbəti bir neçə dəqiqə ərzində əməkdaşlarımız istər suda, istərsə də qurudakı sərhədlərimizin keşiyində duran gömrük sərhəd xidmətində çalışan insanlardan danışacaq. Elə Samur gömrük keçid məntəqəsində olan əməkdaşımız Yusif də gömrükçilərin bir iş gününü onlarla bir yerdə keçirib. Maraqlananlar ekrana bir qədər də yaxın əyləşə bilərlər. Samur buraxılış məntəqəsi ölkəmizin əsas şimal qapısı sayılır. Buradan hər gün qonşu Rusiya, onlarla nəqliyyat vasitəsi, eləcə də piyada insanlar daxil olur. Gedənlərlə yanaşı ölkəmizə gələnləri də nəzərə alsaq, gün ərzində təxminən 5000-ə yaxın piyada, 600-ə qədər isə müxtəlif nəqliyyat vasitəsi bu keçid məntəqəsindən istifadə edir. Gediş-gəlişin bu qədər olması əlbəttə birbaşa iqtisadi mənafeyin və təhlükəsizliyin daha ciddi qorunması zərurətini yaradır. Bu məqsədlə Samur gömrük postunda yarandığı ildən indiyədək maddi-texniki bazanın gücləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bu post ilk öncə 92-ci il iyul ayının 1-dən yaranıbdır. 2010-cu ilin deməli sentyabr ayının 10-da bu post tam olaraq tikilib, başa çatdırılıb, Cənab Prezidentin iştirakı ilə açılışı olubdur. Yəni açılışdan sonra bu postda bütün maddi-texniki baza yüksək səviyyədə qurulub, bütün avadanlıqlarla təmin olunur. İşçilər üçün bütün şəraitlər hamısı tam bura təhvil verilib. Hazırda Samur gömrük postunda vətəndaşların gediş-gəlişinin yüksək səviyyədə təşkil olunması üçün müasir tələblərə cavab verən bütün şərait yaradılıb. Mən Sverdlovskidən gəlmişəm, Mingəçevir şəhərinə qonaq gəlmişdim. 3 ay müddətində rahat da keçirik, laf yaxşıdır. Çox rahatçılıqdır. Dərbəndə gedirəm Stavropola. Həmişə də rahat keçmişəm, xoş, gülər yüz, Rusiya tərəfi biz tərəf. Dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında bir pəncərə prinsipinin tətbiqi isə əhalinin işini daha da asanlaşdırıb. Bizdə bütün nəqliyyat vasitələrinin sənədləşməsi, yük maşınlarının sənədləşməsi hardasa 10 dəqiqə, 15 dəqiqə ərzində sənədlər qaydasındansa sənədləşdirilir, təyinatı üzrə rəsmiləşdirilməsi üçün təyinatı üzrə yola salınır. İdxal və ixrac xətlərinə daxil olan bütün nəqliyyat vasitələri və daşıdıqları yüklər bir-bir yoxlanılır. Samur gömrük postunda diqqəti cəlb edən məqamlardan biri də bu rengen maşınıdır. Ölkəmizə daxil olan nəqliyyat vasitələri yoxlanılan zaman əgər şübhə doğurarsa, həmin nəqliyyat vasitəsi bu rengen maşınının vasitəsilə yenidən tam dəqiqliklə yoxlanılır. Samur gömrük postunda nəzarətin gücləndirilməsi isə birbaşa qaçaqmalçılıq və gömrük işi sayəsində digər hüquq pozma hallarının xeyli azalmasına səbəb olub. Dəniz gömrük postlarının gündəlik fəaliyyətinə gəlincə isə quru ilə müqayisədə burada çalışmaq 2 qat məsuliyyət tələb edir. Sərnişin daşıma, ticarət və digər məqsədlər üçün ölkənin su sərhədinə daxil olan və çıxan gəmilər, habelə başqa nəqliyyat vasitələri daşınan mallar üzrə müəyyən olunan gömrük nəzarəti qaydalarına əməl etməlidirlər. Dövlət Gömrük Komitəsi hava nəqliyyatı daşımalarının nəzarət prosedurlarının sadələşdirilməsi üçün yeni texnoloji sxem tətbiq edib. Burada istər yerli, istərsə də əcnəbi vətəndaşlara yüksək xidmət, gömrük rəsmiləşdirilməsi və qeydiyyat məsələləri tənzimlənir. Sərnişinləri müəyyən qaydalarla, o cümlədən qadağan edilən əşyaların siyasi ilə yaxından tanış etmək üçün burada Azərbaycan, Rus və İngilis dillərində elektron lövhələr də quraşdırılıb. Sonda biz də bugün peşə bayramını qeyd edən
təhlükəsizliyimizin, sağlam gələcəyimizin qarantı olan gömrükçülərimizə, dövlətimizin maraqlarını suda, quruda, hətta havada belə qoruyan peşəkar və hazırlıqlı kadrlarımıza xidmətlərində müvəffəqiyyətlər diləyirik. Yusif Mahmudov, Ceyhun Vəlibəyev, Adil Rəsmoğlu, Lider TV. Mərhum sənətçi Şahmar Ələkbərovun ilk aktyor işi olan Dağlarda Döyüş filmini izləmisiniz. Bizdən əvvəlki nəslin nümayəndələri arasında bu filmi izləməyənlər hər halda çətin tapılar. Bu ekran əsərində sərhədçi gəncin vətən, millət qarşısındakı xidməti borcunu övladlıq borcundan belə üstün tutmasından söhbət gedir. Bəli, sərhədçi Fərrux qaçaqmalçı atasını öz əlləri ilə dövlətə təslim edir. Yadımdadır, bu filmi izləyəndə hələ məktəbli idim və gəncin o hərəkətini qınamışdım. Bu cür davrana bilmək üçün vətəni nə dərəcədə sevməli, xidməti borcuna nə qədər məsuliyyətli və ən başlıcası nə dərəcədə vicdanlı olmağın gərəkdiyini isə daha sonra böyüdükcə dərk etdim. Qaçaqmalçılıqdan söz düşmüşkən bu qanunsuz fəaliyyətlə məşğul olanlar indi də var. Dövlət Gömrük Xidmətinin əməkdaşlarının daim mübarizə apardığı qaçaqmalçılıqla bağlı isə Nurlanın sıradakı sujetindən biləcəksiniz. Qaçaqmalçılıq bütün dünyada kök salan parazitdir. Cəmiyyəti içindən gəmirən həşəratlarla mübarizə isə əsl şücaət tələb edir. Bu şərəfli peşəni gömrük orqanları həyata keçirir. Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikası ərazisində iqtisadi təhlükəsizliyi təmin edən hüquq mühafizə orqanıdır. Təkcə 2014-cü ildə keçirilən kompleks tədbirlər nəticəsində Gömrük Xidməti tərəfindən 10.811 hüquq pozma faktı aşkarlanmışdı. Bu faktlardan 424-ü cinayət xarakterli olub. Tutulan qaçaq malın və digər cinayət predmetlərinin maddi dəyəri isə 2.709.000 manatdan çox olub. Narkotiklərin ölkə ərazisinə qanunsuz keçirilməsinin qarşısının alınması isə gömrük orqanlarının prioritetlərindəndir. 2014-cü ildə narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 158 fakt aşkarlanıb. Nəticədə 178 kiloqramdan çox narkotik və psixotrop maddənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsinin şöbə rəisi Fikrət Ələsgərov deyir ki, gömrük qaydaları əleyhinə inzibati xəta faktlarından tutmuş, valyuta qaçaqçılığına qədər bütün qeyri-qanuni daşınmaya qarşı mübarizə aparılır ki, bu da öz müsbət nəticəsini verir. Valyuta sərvətlərinin ölkə sərhədindən keçirilməsi, valyuta sərvətlərinin ölkə sərhədindən keçirmə qaydaları da var, bildiyiniz kimi. Milli Bank tərəfindən müəyyən olmuş qaydalar var, Nazirə Kabineti tərəfindən müəyyən olmuş qaydalar var və həmən məbləğlərə baxsaq, hansılar ki aşkar olundu, 500.000 dollardan artıq vəsait gömrük orqanları tərəfindən aşkarlanıb gömrük sərhədindən qanunsuz keçirilərkən. Əlavə etmək istəyərdim ki, 2014-cü ildə gömrük orqanları tərəfindən aşkar olunmuş hüquq pozma predmetlərinə nəzər yetirəndə müəyyən olunur ki, son zamanlar məişət texnikasının, xüsusən də mobil telefonların qaçaqmalçılıq sayıları artmışdır və eyni zamanda parfümeriya vasitələrinin, kosmetik ləvazimatların, bunların da ölkə sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınır. Quru yolla, hava yolla və yaxud da ki, dəmir yolu ilə daşınmalara nəzər yetirsək, demək olmaz ki, hansısa bir məqamda bizdə tendensiyalar müşahidə olunur ki, burada qaçaqmalçı halları daha çoxdur. Həmsərhəd ölkələr fərqli olduğu kimi ölkə ərazisinə keçirilməyə cəhd edilən mallar da fərqlidir. Məsələn, statistikaya görə İran İslam Respublikasından ölkə ərazisinə daha çox narkotik vasitələr, Rusiya Federasiyasındansa aksiz markası olmayan tütün məmulatları və spirtli içkilərin idxalı qaydalarının pozulması halları daha çox müşahidə olunur. Qeyd edək ki, MDB məkanında ən güclü gömrük sistemi məhz Azərbaycandadır. Hazırda gömrük orqanları peşə fəaliyyətinin təkmilləşdirilməsi ilə yanaşı qabaqlayıcı tədbirlər və sosial təbliğat da aparırlar. Biz ümumilikdə nəzər yetirsək ki, hansı nailiyyətlərimiz var, keçmiş illərə baxsaq, çox irəliləmişik və həqiqətən də bu günləri istənilən halda qaçaqmalçılıqla mübarizəni yüksək səviyyədə təşkil etməyə həm fiziki, həm mənəvi, həm də ki, struktur cəhətdən təşkil olunmuş, yəni bu günləri düzgün bir qaydada iş prinsipi olan sistemlə malikik. Bu sistemdə hər bir əməkdaş öz vəzifə borcunu, öz peşəsini lazımınca yiyələnib və lazımınca yerinə yetirir. Gömrük orqanlarının təbii ki, xüsusi texniki vasitələrlə təchiz olunması da nəzərə alınmalıdır. Xüsusi rentgen cihazları var, iri həcmli yük avtomaşınlarının gömrük sərhədindən keçirilərkən onların həmən o rentgen cihazlar vasitəsilə gömrük nəzarətinə təqdim olunub, gömrük nəzarətindən keçirildiyi zaman hüquq pozma predmetinin onun içərisində olub-olmadığını artıq biz
müəyyən edə bilirik. Dövlət Gömrük Komitəsi qaçaqmalçılığa qarşı mübarizədə kinoloji xidmətdən də yararlanır. Həmçinin Dövlət Sərhəd Xidməti ilə birgə əməliyyatlar həyata keçirir. Axı Azərbaycanın müstəqilliyi kimi onun iqtisadiyyatının da təhlükəsizliyi ümdə vəzifələrdəndir. Nurlan Vilayətoğlu, Əfqan Bayramov, Lider TV. Deyirəm, valideyn olmaq üçün gərək adamda dəriya qədər səbir olsun. İndiki uşaqlarla bacarmaq çox çətindir. Bir yerdə qətiyyən qərar tuta bilmirlər. Nə zaman baxsan ya güləşirlər ya da əskər-əskər oynayırlar. Analar da danlamaq istəyəndə atalar tez sözə qarışırlar. Gələcəyin vətən keşikçilərlə işiniz olmasın. Oğlan uşağı gəlinci ilə oynamayacaq ki. Belə baxanda düz deyirlər amma. Nəysə, evdəki qardaşım da son zamanlar yeni bir həvəsə düşüb. 2 ayağını bir başmağa diriyib ki, mənə avçarka cinsindən olan it almalısınız. Hardan düşüb beyninə, niyə məhz avçarka istəyirsən deyə soruşanda da cavabı belə olur. Avçarkalar əsl əskər polis itidir. Böyüyəndə onun köməyi ilə pis adamları tutacam, itən əşyaları tapmağa kömək edəcəm. Elə xüsusi təlim keçmiş itlər bugün gömrükçilərin də sadiq dostları hesab olunurlar. Dövlət Gömrük Komitəsinin kinoloji mərkəzində olan Könül orada nələr görüb, nələr eşidib, bunu əməkdaşımızın kinoloqlar haqqında hazırladığı süjetindən biləcəksiniz. Sadiq dostlarımız olan itlər həm də ən vəfalı yardımçılarımızdır. Həyatımızın bir çox sahələrində olduğu kimi kriminalistikada da cinayət faktlarının aşkarlanması və üzə çıxmasında itlərin rolu danılmazdır. Məşhur filmdən Komissar Rexi xatırlayırsınız? O ən ağlasığmaz cinayətlərin üstünü açardı. Deyirlər, belə itlərdən bizdə də var. İyi bilən itlərdən. İndi yoxlayarıq. Görək, həşişi tapacaq ya yox? İzlətdiyim narkotik vasitəni tapacağına tərəddüd edirdim. Amma yox, onun iyi bilmə qabiliyyəti həqiqətən də güclüdür. Nə yaxşı ki, belə itlər bizdə də yetişdirilir. Harda? Dövlət orqanları arasında hər zaman öz peşəkarlığı ilə seçilən Gömrük Komitəsinin kinoloji mərkəzində. ...2003-cü ildə təsis edilən bu qurumda təcrübəli və yüksək ixtisaslı mütəxəssislər tərəfindən kinoloqların hazırlanması və xidməti axtarış itlərinin narkotik, partlayıcı maddə, habelə odlu silah və döyüş sursatının axtarışı üzrə hazırlanması həyata keçirilir. İtlərin hissiyatı o qədər güclü olur ki, onlar təhlükəni uzaqdan duymağa başlayırlar. Bu isə vay o dələdüzün halına deməkdir. Kinoloji mərkəzin bazasında eyni vaxtda 100 baş xidməti iti saxlamaq, onlara tibbi qulluq göstərmək və təlim keçmək mümkündür. Bundan əlavə, mərkəzdə damazlıq itlərinin çoxaldılması da həyata keçirilir ki, bu da bizə digər dövlətlərə it verməyə imkan yaradır. Biz bir çox dövlətlərə itlər vermişik. Ümumilikdə bu günə qədər 24 baş xidməti it hədiyyə olunub. Hansı ki, bizim verdiyimiz itlərlə orada da narkotik aşkar ediblər. Belə ki, 2013-cü ildə Makedoniya verdiyimiz xidməti it 20 kiloqrama yaxın heroin aşkar eləmişdi. Sevindirici haldır ki, həmin it bizim kinoloji mərkəzdə yetişdirilib. Bəs görəsən, belə itlər nə qədər müddətə artıq itam müəyyən edib hədəflərinə çata bilirlər? Narkotik vasitənin axtarışı üzrə 3-4 ay müddətinə, silah sursat axtarışı üzrə 5 ay müddətində, partlayıcı maddələrin axtarışı üzrə 6 ay müddətində təlim keçirlər. Ən çox istiqamətimiz narkotik vasitələrin axtarışı üzrə olduğundan o üzrə biz işləyirik əsas. Ancaq bu ildən biz başlamışıq silah sursat axtarışı da hazırlamağa itləri. Çəkiliş müddətində itlər bütün gizli məqamları müvəffəqiyyətlə aşkara çıxartmağı bacardılar. Bəs görəsən, üstü açılmayan cinayətlər olubmu heç? Hər bir qaçaqçının, hər bir qaçaq malçının öz qaçaq mal keçirdiyi zaman nəyisə bir səhvi, nəsə bir düzgün olmayan bir hərəkəti olur ki, biz peşəkar olaraq biz onları tapmağı, aşkar etməyi bacarmalıyıq. Yəqin siz əməliyyatları uğurla yerinə yetirmək üçün var gücünüzlə çalışırsınız. İtlərə yaxşı baxırsınız, elə deyilmi?
Gün ərzində səhər və günorta bizdə təlim prosesi olur. Səhər 2-3 saat, günortadan sonra belə 2-3 saat biz təlim prosesində oluruq. İtlərin qidalanması gün ərzində 2 dəfə itlər bizdə yemləndirilir və rejimlə olaraq yemləndirilir və hər bir itin öz çəkisinə uyğun olaraq o itin yemlənmə prosesi baş verir. Bax belə, bu günümüzü də gömrük işçilərinə həsr etdik. Onların işinə qısaca müdaxilə etməklə itlərin qəhrəmanlıqlarını da lentə aldıq. Əmin olduq ki, cinayətkarlara qurtuluş yolu yoxdur. Gömrükçülərimizə öz peşələrində uğur və müvəffəqiyyətlər diləyirik. Könül Rafiq qızı, Ülvi Rəhimov, Lider TV. Sujetlərimizdən də göründüyü kimi Dövlət Gömrük Xidməti Komitəsinin hər üç xidmətinin işçiləri kifayət qədər səriştəli. Necə deyərlər, işini bilən insanlardır. Hər üç qurumun kadrlarının yetişdirilməsində isə Gömrük Xidməti Akademiyasının danılmaz rolu vardır. Bu qədər əhəmiyyətli və məsuliyyətli işin öhdəsindən gəlmək üçün savadlı kadrların, yüksək peşəkarlığın olması əsas şərtlərdəndir. Bugün sözü gedən akademiyada bu istiqamətdə çalışır. Təhsil ocağı nisbətən cavan olmasına baxmayaraq, bu sahədə kifayət qədər peşəkar mütəxəssislər var və yetişdirilir. Akademiyada olan əməkdaşımız Vüqar bunun əyani şahidi olduğunu deyir. Dövlət Gömrük Komitəsinin Akademiyası 24 yanvar 2012-ci ildə yaradılan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir. Artıq 3 ildir fəaliyyət göstərən akademiyanın məqsədi gömrük sistemini peşəkar, yüksək səviyyəli kadrlarla təmin etməkdir. Hazırda burada hüquqşünaslıq və iqtisadiyyat ixtisasları üzrə dərslər keçirilir. Akademiyamızda təhsil prosesi əsasən elektron şəkildə idarə edilir. Yəni ki, burada demək olar ki, bütün tədrisə aid olan hər bir proses bizim elektron proqram vasitəsilə həyata keçirilir. Yəni bizdə hətta tələbələrin davamiyyəti, inzibati işçilərə lazım olan dərs cədvəlləri, imtahan cədvəlləri, həmçinin imtahan prosesinin özü, hamısı elektron proqram vasitəsilə idarə olunur. Müəllimlərimiz seçmə müəllimlərdir Respublika üzrə. Daha çox xaricdə təhsil almış, hüquq fənnini Amerikada və İngiltərədə öyrənmiş müəllimlərdir və buna görə də yüksək səviyyəli təhsil verdilər bizə. Gələcəkdə həmçinin biz gömrük işində yeni töhfələr verməyə çalışacağıq. Həmçinin burada özümüzü çox iddialı bir görürük. Çünki bizim inanırıq ki, bu cür tədris prosesinin qiymətləndirici nəticələri olmalıdır. Bunu biz əlimizdən gələni əsirgəməməyə çalışacağıq. Bu təhsil ocağının bakalavr səviyyəsində təhsil müddəti 4 ildir. Tələbələrə müasir üsullardan istifadə etməklə təhsil verməyi hədəfləyən akademiya əməkdaşlarının ixtisaslarının artırılması proqramını da həyata keçirir. Qeyd edək ki, hazırda akademiyada 40 tələbə təhsil alır. Gələcəkdə bizim regionlarımızdan birində Dövlət Gömrük Komitəsinin Akademiyasının çox iri bir kampusu tikilir. Bu kampusda həmçinin həm tələbələr üçün, həm də müəllim və professor heyəti üçün yaşamaq üçün də böyük bir kampuslar olacaq. Həmçinin bu kampusun içində bizim kiçik elmi araşdırma institutları olacaq. Yəni bizim orada tələbələrimiz, müəllimlərimiz boş vaxtlarında elmi araşdırmalarla məşğul olacaqlar. Bədii ədəbiyyatlarının yazılması üçün istifadə edəcəklər. Akademiyada təhsilini davam etdirən nümunəvi tələbələrdən biri də Gülşad Əbilovadır. O, iqtisadiyyat ixtisası üzrə 1-ci kursda təhsil alır. Burada yaradılan şəraitdən razı olduğunu söyləyən Gülşad deyir ki, Gömrük Akademiyasında oxumaq onun ən böyük arzusu olub. Gömrükdə olmaq hər bir tələbədə xəyal kimi ola bilər. Çünki bu xüsusi təyinatlı bir akademiyadır. Bu vəzifədə çalışmaq, xidmət göstərmək böyük vəzifədir. Gömrük işçilərinin peşə bayramını təbrik edirəm. Həmçinin öz həmkarlarımızı, tələbə yoldaşlarım, bütün gömrük işçilərini, onlara öz işlərində yeni-yeni uğurlar arzulayıram. Akademiyanın zəngin kitabxanası var. Burada iqtisadiyyat, gömrük işinə aid olan ədəbiyyatlar və eyni zamanda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitablar da yer alır və qeyd edim ki, kitabxanada fəaliyyət göstərən oxu zalı 24 saat işləyir və tələbələr istədikləri vaxt lazım olan informasiyanı burada əldə edə bilərlər. Akademiyanın muzeyində isə müasir tariximizin əlamətdar hadisələrini əks etdirən şəkillərdən ibarət fotostend, gömrük portlarının maketləri, bu peşəyə aid tarixi kitablar və ölkəmizin xəritəsi yer alır.
Akademiyanın idman zalına daxil olanda mən də idmanla məşğul olmaq həvəsinə düşdüm. Çünki burada lazım olan bütün avadanlıqlar və tələbələrə sağlam idmanla məşğul olmaq üçün hər cür şərait yaradılıb. Bununla da akademiyaya bugünkü səfərimiz başa çatdı. Yəqin ki, bizim süjetdən sonra gənc tamaşaçılarımızdan, xüsusilə abituriyentlərdən gömrükçü olmaq həvəsinə düşənlər oldu. Nə deyirik? Tək ki, belə olsun. Amma onu da qeyd edək ki, bu şərəfli və məsuliyyətli peşəyə yiyələnmək hər igidin işi deyil, ha. Sonda biz də bütün gömrük işçilərinin bayramını təbrik edib, onlara bol-bol uğurlar, işlərində yeni nailiyyətlər arzu edirik. Vüqar Səfərli, Əfqan Pənahoğlu, Lider TV. Bu sujetləri izlədikcə insanın sinəsi vətəni, milləti adına fəxarət, qürur hissi ilə dolurdaşır. İgid oğullarımız, peşəkar mütəxəssislərimiz olduqca elmin aparıcı sahələrinə, yaradıcı, qurucu insanlara lazımi diqqət və qayğı göstərildikcə bu torpaq heç vaxt basılmaz. Elə bu arzu niyyətlə də sizlərlə sabaha qədər sağollaşırıq. Bizdən bu qədər. Sağ olun, salamat qalın. Axıyram. Bağlı hazırladığımız xüsusi sujetlərə. Sinəsi vətəni, fəxarəti nə bilim, nə hamısını salmadan. Mənnənsən? Alo, nədir day? Yeni bir həvəsə düşüb. Bir iki nə idi? Nə idi o?